İşlətdiyi insanları quduz kimi dalayan, kimsəsizlər var yoxunu çalan, çapan, talayan, özündən böyüklərin ayağını yalayan hacı olmağa gəlib. Şeytanlara daş atacaq. Hara qaçsan, həmin daş gəlib sənə çatacaq. Bu qədər hacı varsa, hər hacı qonşusunda çörək möhtacı varsa, bu az yalavacların səndə əlacı varsa, şeytana daş atmağa həccə niyə gedirsən? Burada şeytana daş at, biri bədbəxti sən yaşat. Sənin terror tələndə neçə insan ölürsə, günahsız insanların qanları tökülürsə, buna sevinməyinə şeytan baxıb gülürsə, daşı kimə atırsan? Kimə? Ərəb baharı deyib bir-birini qıranlar, cavanı ağbirçəyi öldürən, yandıranlar sonra həccə gedəcək. Şeytana daş atacaq. Orada rəhimdil olub biraz yavaş atacaq. Şeytan orada deyil ki, şeytan bizdə, sizdədir. Şeytan içimizdədir. Qəzəblənib coşanda, hirsin aşıb daşanda elə bil ki, həcdəsən. Öz kininə bir daş at. Ziyafətlər verəndə, aşıb daşan süfrəni acdar gendən görəndə, elə bil ki, həcdəsən. O gününə bir daş at. Mənəmliyin coşanda, elə bil ki, həcdəsən. Öz önünə bir daş at. Dinin, dilin nə fərqi? İnsan, Allah'tan çəkin. Yaşa bir insan təkin. Bu dünyadır rəngbərəng. Adamlardır növbə-növ. Əsl insan tək-təkdir. Eləsi var, yanında yazıq şeytan mələkdir. Həc qismət olsa mənə, bir zaman geçsəm əgər, qorxaram daş atmağa. Bilmirəm, kimə dəyər? Kimə dəyər?